Gürcüstanın baş naziri Avropa strukturlarının rəhbərlərinə açıq məktubla müraciət edib. Məktub Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə, Avropa Şurasının prezidenti Antonio Costa və Avropa Parlamentinin prezidenti Roberta Metsolaya ünvanlanıb. İraklik Obaxidzenin sözlərinə görə Avropa bürokratiyasının Gürcüstana münasibətdə qəbul etdiyi qərarlar nəticəsində siyasi dialoq bir tərəfli qaydada dayandırılıb və buna görə də o müəyyən istiqamətlərlə bağlı suallara onlara açıq şəkildə müraciət etməyə məcbur olub. Baş nazir vurğulayıb ki, Gürcüstan Avropa dəyərlərinə əsaslanan ölkədir. Məktubda Avropa dəyərləri sistemi və demokratiyanın anlaşması məsələlərinə diqqət yetirilir. Obaxidze xüsusilə Kopenhagendə baş verən hadisələrə münasibətlə maraqlanır. Onun sözlərinə görə dinc aksiya iştirakçılarına qarşı əvvəlcə dəyənəklərdən, daha sonra isə itlərdən istifadə olunub. Təəssüf ki, Deep State-ə tabe olan Alman bürokratiyasının qərarları səbəbindən tarixi dostluqda siyasi spekulasiya mövzusuna çevrilir. Bu açıqlama Tbilisi meri Qaxaq Alacaya məxsusdur. O, Saarbrücken şəhərinin 50 ildən artıq müddətdə qardaşlaşmış Tbilisi ilə əlaqələri dayandırmaq qərarına münasibət bildirib. Alacaya yaydığı məktubda qeyd edib ki, 10 illiklər ərzində formalaşmış mədəni və tərəfdaşlıq əlaqələri bir tərəfli siyasi konjunktura səbəbindən zərər görür. Məktubda həmçinin vurğulanır ki, Alman cəmiyyətinin müstəqil düşüncəni qorumaq və milli maraqları müdafiə etmək üçün kifayət qədər müdrikliyi var. Gürcüstan Parlament nümayəndə heyətinin Çinə rəsmi səfəri davam edir. Şalva Papaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Pekindən sonra Şensi əyaliyyətinin Siyan şəhərinə səfər edib. Burada rəsmi qarşılama mərasimi keçirilib. Siyan şəhərində planlaşdırılan görüşlər çərçivəsində Şalva Papaşvili Şensi əyaliyyətinin konqresinin daimi komitəsinin sədri qəbul edəcək. Tərəflər ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Siyana səfər etməzdən əvvəl Şalva Papaşvili Georgi Volski və Nikolos Samxaradze Pekində Xarici Əlaqələr Dövlət Universitetində olublar və tədbir iştirakçıları qarşısında çıxış ediblər. Gürcüstanın Katolikos Patriarxı 3-cü Şio, düşən əzələ distrofiyasından əziyyət çəkən uşaqların valideynləri ilə görüşü başa çatıb. Görüş patriarxlıqda təxminən 2 saat davam edib. Valideynlərin sözlərinə görə patriarx onların mövqeyini dinləyib və kömək vəd edib. Onların bildirdiyinə görə patriarxlıqda valideynlərin, kilsə nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə görüşlər davam etdiriləcək. Valideynlər qeyd edirlər ki, yekun razılaşdırılmış variantlarla patriarxlıq hökumət qarşısında vasitəçilik edəcək. Gürcüstanın Səhiyyə naziri nadir xəstəliklərin müalicəsi və dərmanlara çıxış məsələlərini Polşanın Səhiyyə naziri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə müzakirə edib. Mikhail Sarcueladze Ümumdünya Səhiyyə Ansambleyasının 79-cu sessiyasında iştirak edir. Müzakirələrin əsas mövzularından biri nadir xəstəliklərin müalicəsi üçün yeni preparatlarla əlçatanlıq olub. Həmçinin Belçikanın Səhiyyə nazirinin baş katibi ilə də görüş keçirilib. Azərbaycandan Gürcüstana qazın sosial tariflə tədarükü yenə 20 il müddətinə uzatılacaq. Baş nazirin sözlərinə görə Azərbaycana səfər çərçivəsində əldə olunan razılaşma əsasında ilin sonunda başa çatmalı olan müqavilənin müddəti uzadılıb. İraklik Obaxidze bildirib ki, bu qərar ölkə və əhali üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə Gürcüstan tərəfi elektrik enerjisinin idxal və tranziti istiqamətində də müsbət nəticələr əldə edib. Həmçinin Bakı-Tbilisi Supsa boru kəmərinin fəaliyyəti bərpa olunacaq. Gürcüstan nümayəndələrinin Azərbaycanda səfəri çərçivəsində daha bir sıra mühüm qərarlar qəbul olunub. Onlardan biri Bakı-Tbilisi Qars dəmir yolu xəttinin tam istismara verilməsi ilə bağlıdır. Həmçinin əldə olunan razılaşmaya əsasən 6 illik fəsilədən sonra Tbilisi ilə Bakı arasında gündəlik sərnişin qatarı reysləri 26 maydan bərpa olunacaq. Daxili İşlər Nazirliyində yeni xüsusi idarənin yaradılması ilə bağlı siyasi qiymətləndirmələr davam edir. Hakim komanda təşəbbüsü vacib hesab edir və bildirir ki, müxtəlif qruplar cəmiyyəti parçalamaq üçün məqsədli şəkildə nifrət dilindən istifadə edirlər. Müxalifət isə nifrət ritorikasında məhz Gürcü arzusunu ittiham edir. Xatırladaq ki, Daxili İşlər Nazirliyində yaradılan yeni xüsusi idarə ictimai məkanda nifrət dili, təhqir edici kampaniyalar və aqressiv kommunikasiya hallarını monitorinq edəcək və müvafiq tədbirlər görəcək.
Strasburq məhkəməsi Miladi Gürcüstana qarşı işi üzrə qərarını açıqlayıb və bildirib ki, dövlət rəsmilərinə qarşı işlənilən təhqiramiz və qeyri-senzuralı ifadələr söz azadlığı çərçivəsini aşır. İş TikTok platformasında yayılan videoya aid idi. Həmin videoda vətəndaş fəal İraqli Miladi Tbilisi meri, meriya əməkdaşları və polis barədə təhqir edici ifadələr işlətmişdi. Milli məhkəmələr ona 500 lari məbləğində cərimə tətbiq etmişdi və Avropa məhkəməsi bu qərarı əsaslı hesab edib. Pankisidə terror təşkilatı olan İslam dövlətinin üzvləri saxlanılıb. Söhbət Gürcüstanın 3 vətəndaşından gedir. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə istintaq müəyyən edib ki, saxlanılan şəxslər İslam dövləti terror təşkilatına qoşulublar və terror fəaliyyəti məqsədi ilə xarici ölkədən müəyyən tapşırıqlar alıblar. Əməliyyat zamanı odlu silahlar, partlayıcı maddələr, döyüş sursatı və texniki avadanlıqlar götürülüb. Cinayət 10 ildən 17 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Aleko İlisaşvili ilə bağlı Tbilisi şəhər məhkəməsində iclas keçirildi. İclasda Daxili İşlər Nazirliyinin müstəntiqi və hadisəni görən mandatçı dindirildi. Mandatçı bildirib ki, hadisə zamanı əlindən xəsarət alıb. İstintaqa görə İlisaşvili maskalı şəkildə məhkəmə binasına silah, sursat və yanıcı maddələrlə daxil olub. Sənədləri yandıraraq yağın törətməyə cəhd edib və bir mandatçıya hücum edib. Ona terror aktına cəhd ittihamı irəli sürülüb. İlisaşvili ittihamı qəbul etmir. Müdafiə tərəfi isə sübutların olmadığını və işin siyasi motivli olduğunu bildirir. Bu cinayət 10 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutur. Gürcüstanda rəsmi olaraq Avropa Gənclər Kartı fəaliyyətə başlayıb. Bu layihə Gürcü gənclərinə Avropa üzrə 25.000 xidmət və imkandan endirimli istifadə etmək imkanı yaradır. Layihə Avropa Şurasının dəstəyi ilə həyata keçirilir və artıq 40 ildir ki, Avropada 9 milyondan çox gənc üçün səyahət imkanları yaradır. Buraya səyahət, əyləncə, mədəniyyət, idman və digər sahələr daxildir.